Xoş gördük hər birinizi, dəyərli izləyicilər. Əvvəlcə hər birinizdən xahiş edirəm ki, kanalımı bəyənin, abunə olun, xüsusilə də abunə olmağı unutmayın. Təbii ki, bu bir vəsait tələb eləmir sizdən. Abunə olmağınız, mənim kanalımı izləməyiniz o deməkdir ki, mənə dəstək olursunuz. İndi isə danışacağım bir məsələ var, bir hadisə var və bütün sürücülərimiz, sükan arxasında olan hər kəs diqqətlə qulaq assın mənə. Mən də sürücüyəm. Öncəliklə Allah sükan arxasında olan hər kəsi qəzadan qorusun. Hər birimiz mənzil başına sağ-salamat çataq. Yola çıxanda təbii ki, diqqətli olmaq lazımdır. Üzərimizdə böyük bir məsuliyyət var. Ən önəmlisi təbii ki, yenə deyirəm, sükan arxasında maksimum diqqətli olmaq. Çünki kiçik bir diqqət yayılması böyük bir, dəhşətli bir hadisə ilə yadda qalır. Bugün Sabunçu rayonunun hansı ki, Böyük Şor qəsəbəsi ərazisində dəhşətli bir qəza baş verdi. Bir qədər dəqiq desək, Ziya Binadov prospekti ilə hansı ki, Böyük Şor gölünün düz ortasından keçən bir müddət istifadəyə verilib. Yeni yol deyilir, yeni yol adlanır ki, Pirşağı və digər istiqamətlərə, dəniz kənarı, o kəndlərə aparan yoldan gedir söhbət. Bir qədər Ziya Binadov prospektindən çıxıb həmin gölə doğru yaxınlaşan, elə gölün başlanğıc nöqtəsində dəhşətli bir hadisə baş verdi. Hansı ki, mən həmin ərazidən keçəndən cəmi 3-4 dəqiqə sonra mənim ardımca bu hadisə baş vermişdi. Mercedes markalı yük maşınıdır. Üzü hansı ki, Böyük Şor gölünün ortasından keçir və üzü Pirşağı və digər istiqamətlərə doğru gedir. Və elə hava da yeni yağış yağmışdı, yəni təzə yağış başlamışdı. Bu isə o deməkdir ki, asfalt kifayət qədər sürüşkəndir. Amma Mercedes markalı yük maşını qəfil həmin nöqtədə idarə etmədən çıxır və keçir əks yola və avtomobillərdən bir neçəsi bu qəza anından son anda yayınır. Amma çox təəssüf ki, bir mini maşını bu hadisədən yayına bilmir. Nəticədə yük maşını, həmin mini maşını, səhv eləmirəmsə, Volkswagen olmalıdır mini maşını, həmin maşını vurur, toqquşur və təbii ki, ağırlıq var. Yük maşını ilə mini maşının toqquşması birmənalı şəkildə mini maşında ölüm qaçılmazdır və belə də olur. Çox təəssüf ki, 3 nəfər həyatını itirir. Və bu hadisə baş verəndən sonra, görüntülər yayılandan dərhal sonra bilənlər də, bilməyənlər də bu görüntünün altına müəyyən fikirlər, müəyyən argumentlər yazılmağa başladı, şərhlər yazılmağa başladı. Amma əksəriyyətin belə bir sualını mən gördüm. Əksəriyyət yazır ki, axı polis hara baxır, niyə bu yük maşınları günü-gün orta çağı şəhərdə gəzir? Axı deyilmişdi ki, axı qanun var idi, saat 10-dan sonra şəhərə buraxılırdı yük maşınları, bəs niyə yük maşınları yoldadır və s. kimi fikirlər var və düzdür, burada mən heç bir qurumun mən tərəfini saxlamıram. Amma bir şeyi həqiqətən bilmək, düzünü bilmək daha yaxşı olar ki, bildiyimiz halda şərh yazmaq məncə daha professionallıq deməkdir, daha ədalətli yanaşma deməkdir ən azından. Əzizlərim, bir məsələ var. Baxın, yük maşınları yalnız şəhərin mərkəzi istiqamətlərinə, paytaxtın mərkəzi küçə və prospektlərinə girişi qadağan olunub və təbii ki, saat 10-dan sonra da 10 tamamdan sonra, axşam gecə saat 10-dan sonra həmin istiqamətlərdən keçən yollara yük maşınlarına buraxılmasına icazə verilir, hərəkətinə icazə verilir. Amma bu Çermet körpüsü kimi tanıdığımız hissədən, ümumiyyətlə Ziya Binadov prospektinin artıq bu qəza baş verən nöqtələrində, Böyük Şor gölünün mərkəzi hissələrində, yəni o yolun mərkəzi hissələrində və üzü Pirşağı istiqaməti o tərəflərə yük maşınlarının hərəkətində hər hansı məhdudiyyət yoxdur. Bunu son olaraq da dəqiqləşdirdim. Baş Dövlət Yol Polis İdarəsindən də bununla bağlı məlumat əldə elədim və nəticə etibarı ilə dediyim kimi də yük maşınları yalnız həmin hissələrdə hərəkət edə bilər. Bu ən çox yazılan, o şərhlərdə yazılan məsələ idi deyə mən buna toxunmaq istədim ki, bilməyənlər də bilsin ki, qeyd etdiyim istiqamətlərdə yük maşınlarının hərəkətində heç bir məhdudiyyət yoxdur. O ki, qaldı qəzanın baş vermə səbəbinə, artıq bununla bağlı təbii ki, cinayət işi açılıb və ortada ölüm varsa, prokurorluq bu məsələyə artıq qarışıb və o deməkdir ki, çox keçməyəcək bu hadisədə səbəbkar kimdir, günah kimdə olub, kimin səhlənkarlığından, kimin məsuliyyətsizliyi ilə bu hadisə baş verib, araşdırmalardan sonra ortaya çıxacaq. Və hərə bir söz yazır. Biri yazır ki, yük maşını Allah bilir 200 ilə gedirdi, nə bilim, yüksək
sürət həddi olub və ona görə idarə etmədən çıxıb. Biri yazır ki, telefonla, başa 100% telefona qarışmışdı. Əzizlərim, bu görüntülərə, yayılan bu görüntülərə diqqətlə baxsaq belə, əminliklə deyə bilmərik, dəqiq bir söz deyə bilmərik. Çünki bu artıq istintaqın işidir, tormozlama məsafəsinə baxılacaq orada, artıq yerində araşdırmalar aparıldı. Orada sürəti nə qədər olub, necə olub, onların hamısı ən incə detallarına qədər, xırda detallarına qədər araşdırılacaq. Bir məsələni də diqqətinizə yetirim ki, yəqin ki, oradan keçən hər kəs görüb ki, Ziya Binəqədi prospektindən artıq o yola keçəndə, o hadisənin baş verdiyi o hissədə müəyyən bir enişli yer var, biraz da maillik var orada, əyilir yol orada, biraz əyilir, ondan sonra düzəlir yol. Yəni, ilkin ehtimal belədir ki, yol sudur, yeni başlamışdı yağış yağmağa və yağış da artıq yeni başlayanda yağmağa. Biz bilirik ki, asfalt qatı olduqca sürüşkən olur və bir balaca diqqətsizlik, manevr qaydalarını pozmaq, nəticədə idarəetmədən çıxmaq və belə bir hadisənin baş verməsinə gətirib çıxarır. Detallı şəkildə araşdırılacaq, ümidvarıq ki, yaxın günlərdə onunla bağlı aidiyyatı qurumlar ictimaiyyətə açıqlama verəcək. Amma ən dəhşətlisi birisi nədir? Ən dəhşətlisi odur ki, artıq 3 nəfər həyatda deyil və bu 3 nəfərin həyatını itirməyi, yəni çox böyük bir faciədir. Ailəsi üçün, yaxınları üçün hər birinə başsağlığı veririk, Allah səbir versin deyirik. Allah bizləri belə hadisələrdən qorusun. Çünki heç kim bundan sığortalamayıb, heç kim ağlına gəlməz ki, sən öz yolunla normal formada sükanını tutmusan, diqqətin yoldadır, öz yolunla gedirsən, digər bir tərəfdən beton ara kəsmələrin üzərindən bir maşın anidən düşür qabağına. Elə bil ki, yuxarıdan paraşutla sənin qarşına atırlar bu maşını. Yəni, heç kim deyə bilməz ki, mən profesional sürücüyəm, mən bu anda dərhal o qəzadan yayına bilərdim, nə bilim, sola çəkərdim, sağa çəkərdim, ən azından yayındırardım və s. Heç kim deyir, heç kim deməsin. Yəni, bir-birimizi aldatmayaq, bir-birimizi ağıllı göstərməyək ki, mən dərhal o hadisənin qarşısını ala bilərdim, nə bilim, orada mən bir təhər çıxa bilərdim, heç kim deyə bilməz. Yəni. Əlqərəz, diqqətli olmaq lazımdır, sükan arxasında maksimum dərəcədə diqqətli olmaq lazımdır. Fokuslanmaq lazımdır yola. Bunun başqa bir alternativi yoxdur. Çünki bu dəqiqə şəhər elə bir qarışıq vəziyyətdədir ki, hər ağılda, hər düşüncədə maşın sürən var. Maşın sürən o demək deyil ki, həmin adam sürücüdür. Oturdum, getdim, öyrəndim, güya öyrəndim, çıxdım. Bir gündən sonra mən çıxdım yola, deyirəm ki, mən sürürəm. Mən sürürəm. Sürücü belə olmur, qardaşlar. Hər maşın sürənə sürücü demək olmaz. Biz görürük ki, şəhərdə hansı vəziyyət yaşanır, getdiyimiz yerdə qarşımızda, yəni 10 maşından neçəsinin sürücüsü hansı addım atır, hansı manevr qaydalarına pozur, bunu hamımız yaxşı bilirik. Ona görə də yola çıxanda ən önəmlisi özümüzü qorumalıyıq, başa düşürsünüz. Bunun başqa bir alternativi yoxdur. Yəni özümüzü qorumalıyıq. Sağdan, soldan, nə bilim, yəni bəlkə də 2 gözümüz varsa, bu olmalıdır, artıq 22 göz olmalıdır. Sağ-sol güzgülər, orta güzgü, nə bilim, güzgü olmadığı yerdə də biz özümüzü, fikirlərimizi güzgü kimi artıq ifadə eləməliyik ki, yəni, getdiyimiz yerə ən azından sağ-salamat gedək çataq. Yəni, dəhşət, çox təəssüf ki, belə bir hadisə baş verdi və ümidvarıq ki, bu hadisə artıq son olsun. Olmasın, yollarda ölüm olmasın, qəza olmasın. Evindən çıxan insanlar sağ-salamat geçsin, evinə çatsın. Yəni, hər birimizi Allah belə faciələrdən qorusun. Özünüzə yaxşı baxın, özünüzü qəzadan, xətadan, bəladan qorumağa çalışın. Hələlik.